Bismillah. Taleyiniz dəyişir. Bu bürsləri gözlənilməz sürprizlər gözləyir. Taleyiniz dəyişir. Ulduzlar bəzi bürsülər üçün gözlənilməz sürprizlərin qapısını açır. Amma gəlin bunu biraz daha real və balanslı baxaq. Taleyin dəyişməsi çox vaxt fürsətlərin artması deməkdir. Onları görmək və istifadə etmək isə sizdən asılıdır. Budur, yaxın günlərdə sürpriz enerjisi güclənən bürsülər. Əqrəb, gizli qalan bir məsələ qəfil aydınlaşa bilər. Bu həm emosional, həm də maddi sahədə sizi sevindirəcək xəbər ola bilər. Amma qərar verməzdən əvvəl tələsməyin. Sürpriz hər zaman tam aydın olmur. Əkizlər, yeni tanışlıqlar və gözlənilməz təkliflər gündəmdədir. Xüsusilə iş və pul sahəsində ani dəyişiklik şansı var. Diqqətli olun, hər parlayan şey qızıl deyil. Oğlaq, uzun müddətdir gözlədiyiniz bir nəticə qəfil sizin xeyrinizə dönə bilər. Sürpriz burada daha çox əməyin bəhrəsi kimi gəlir. Şir, enerjiniz yüksəlir və bu sizi diqqət mərkəzinə çıxarır. Gözlənilməz bir fürsət, iş, sevgi və ya səfər qarşınıza çıxa bilər. Balıqlar, intuisiyanız güclənir və bu sizi doğru istiqamətə aparır. Sürpriz daha çox daxili rahatlıq və ya gözlənilməz xoş xəbər formasında ola bilər. Nəticə, bu bürsülər üçün şans qapısı açılır, amma əsas məsələ o qapıdan keçməkdir. Fürsət gələndə tərəddüd etməsəniz, həqiqətən taleyinizdə dönüş nöqtəsi yarana bilər.